Salam uşaqlar. Demək, bu dərsimizdə biz kompüterin aparat təminatı ilə tanış olacağıq. İlk növbədə abituriyent səviyyəsində fərdi kompüterlər haqqında danışacağıq. Fərdi kompüterlər elektron hesablama maşınlarında element bazası kimi mikroprosesorların tətbiqi ilə demək başlayıbdır istifadə olunmağa. Yeni fərdi kompüterlərin yaranması kütləviliyi 1981-ci ildən IBM firması tərəfindən yaradılmış IBM PC tipli kompüterlə başlamışdı. Bu dövrdə fərdi kompüterlərin istehsalı əsasən iki firma tərəfindən. Biri demək IBM, bir digəri isə Apple firmaları idi. Bu iki firma kütləvi şəkildə kompüterin istehsalı ilə məşğul olurdu. Apple firması öz kompüterlərini Macintosh, IBM firması isə Pentium adı ilə satışa buraxırdı. Həmin dövrdən bu günə qədər hər gün biraz daha təkmilləşən fərdi kompüterlər ölçülərinə görə bir də bizə demək təqdim elədikləri imkanlarına görə bir neçə yerə ayrılır. Birinci növbədə daha çox istifadə olunan kompüter növü, daha məhsuldar olan kompüter növü bu gün üçün masaüstü kompüterlərdir. Bu masaüstü kompüterlərdə burada şəkildə göründüyü kimi, bu birinci şəkildə göründüyü kimi demək nələr var? Sistem bloku var. Sistem bloku var. Burada görürük. Monitorumuz var. Klaviaturamız var. Bir də mouse'umuz var. Sonra notebooklar var. Notebooklar daşınmasına görə daha rahatdır. Portativ kompüterlərdir bunlar. Notebooklar əsas özəlliyi nədən ibarətdir? Yəni burada masaüstü kompüterlərdə göstərdiyimiz sistem bloku, klaviatura, mouse, bunlar hamısı demək bir yerə yığılıb, bax bu hissədə yığılıbdır. Yuxarı hissəsi isə gördüyünüz kimi monitorudur. Demək mouse'u touchpad adlanan bu sensor hissəyə quraşdırılıbdır. Beləliklə daşımaq, bir yerdən başqa yerə aparmaq notebooklarda daha da asanlaşıbdır. Bundan sonra demək istehsal olunan planşetlər var. Bu planşetlər belə deyək daha da kompüterin kiçilmiş formasıdır. Planşetlərin demək olar ki, hamısı sensorlu ekrana malikdir. Yəni touch screen adlanan sensorlu ekrana malikdir. Bu sensorlu ekranı əllə də, yəni barmaqla da idarə etmək olur və yaxud da burada göstərilən stilus adlanan demək qələmlə də idarə etmək mümkündür. Sonra o kiçik kompüterlər bunlar daha çox belə deyək müxtəlif işlərin görülməsində, qeydlərin aparılması və s. kimi işlərin görülməsində istifadə olunan kompüterlərdir. Yəni cibdə daşına bilir. Cibdə daşınmaq xüsusiyyətinə görə smartfonları da bu kiçik kompüterlərə bir növ aid etmək olar. Demək, bunlar fərdi kompüterlərin demək növləri idi, belə deyək. Nəyə görə ayırmışdıq? Ölçülərinə və imkanlarına görə. Müasir kompüterlərdə demək olar ki, kompüterin iş prinsipi bütün kompüterlərdə necədir? Eynidir. John von Neumann kompüterin universal və effektli olması üçün 5 əsas komponenti qurğunu aşağıdakı kimi sıralayır. Biz burada bunu sıralamışıq, göstərmişik. Demək, hesab məntiq qurğusu,
bir də idarə etmə qurğusu. Bu iki qurğu mərkəzi hissədə yerləşir. Yəni bu hissədə yerləşir. Baxın, burada. Aha, mərkəzi hissədə yerləşir. Demək, hesab məntiq qurğusu nə edir? Riyazi və məntiq əməlləri yerinə yetirir. Bir də idarə etmə qurğusu var. Proqramın icra edilmə işini təşkil edir. Bundan başqa, bu arxitekturaya görə yaddaş qurğusu mövcuddur. Burada göstərilibdir yaddaş hissəsi. Demək, verilənləri və proqramları nə edir? Yaddaş qurğusu yadda saxlayır. Demək, giriş qurğusu var. İnformasiyanı daxil edir. Bir də çıxış qurğusu var burada. İnformasiyanı demək, nə edir? Çıxışa verir. John von Neumann arxitekturası deyəndə ümumilikdə bu başa düşülür. Yəni, buradan göründüyü kimi mən ayırdım burada, baxın, belə ayırdım. Demək, John von Neumann arxitekturalı hər bir kompüter, yadımızda saxlayırıq ki, iki hissədən, mərkəzi hissədən və periferiya çevrəsəl, yəni xarici hissədən ibarət olur. Mərkəzi hissə hesab məntiq qurğusundan, idarə etmə qurğusundan, bir də daxili yaddaşdan ibarətdir. Yəni bizim burada gördüyümüz, bax, bu rəngli hissə, bura adlandı mərkəzi hissə. Müasir kompüterlərdə hesab məntiq qurğusu ilə idarə etmə qurğusu prosesor adlanan qurğuda, yəni CPU-dadır. Buradadır. Burada birləşdirilir. Periferiya hissəsi xarici yaddaş qurğuları, daxil etmə, xaric etmə qurğuları, idarə pultu. Bunlar daxildir periferiya hissəsinə, yəni kənarda bir kompüterin ətrafında olan qurğulardır. Demək, kompüter qurğuları özlüyündə iki hissəyə bölünür. Burada qeyd eləmişik. Əsas qurğular, bunlar nələrdir? Monitordur, sistem blokdur, klaviaturadır, sistemdir. Bayaq bunları demək, fərdi kompüterlərdə, masaüstü kompüterlərdə göstərdik. Əlavə qurğular, bunlar periferiya qurğuları da adlanır. Yəni, bu əsas qurğuların ətrafında olan qurğulardır. Printerdir, skannerdir, səs ucaldan, mikrofon və s. Yəni, bura çoxlu demək, qurğuları aid eləmək olar. Daha sonra burada bizim sistem blokumuz var. Qeyd eləmişəm burada müəyyən məlumat vermək üçün. Sistem blokumuz demək içərisində həm daxili yaddaş qurğularına, həm xarici yaddaş qurğularına demək, birləşdirə bilir. Bizim üçün lazım olan hissələri özündə birləşdirir. Yadımızda saxlayır ki, sistem bloku kompüterin əsas tərkib hissələrindən biridir. Yenə deyirəm, daxilində kompüterin işləməsi üçün vacib olan qurğular yerləşir. Xaricdən isə onun üzərində kompüterin işə salınması üçün lazım olan demək, power düyməsi var. Ondan sonra kompüterin işində müəyyən funksiyalar daşıyan demək, işıq indikatorları var. Disk sürücüləri var. Burada göstərmişik. Optical drive adı ilə. Portlar və s. var. Demək, bunun daxilində anakartımız var. Burada göstərilibdir. Anakartımız var. Bu anakartın üzərində də təbii olaraq prosesor yerləşir, RAM yerləşir, yəni əməli yaddaş yerləşir. Bundan başqa bu prosesorun üzərində burada heatsink adlanan hissə fən yerləşir. Daha sonra sistem blokunun daxilində qida bloku yerləşir. Bundan başqa sürücülərdən optik sürücü ilə yanaşı əvvəllər
demək, floppy də mövcud idi. Hal-hazırda bu istifadə olunmur. Yəni maqnet diski oxumaq üçün. Bir də daxildə xarici yaddaş qurğusu kimi götürülən hard driver, yəni sərt disk sistem blokunun daxilində yerləşir. Demək, John von Neumann arxitekturasına görə bir mərkəzi hissə var idi, bir də periferiya hissəsi. Bu periferiya hissəsində giriş qurğuları var idi, bir də çıxış qurğuları var idi. Giriş qurğuları olaraq klaviatura, sistem, mikrofon, web kamera və s. göstərmək olar. Demək, klaviatura kompüterin standart klaviaturası, burada qeyd eləmişik, 104 klavişdən ibarətdir. Ümumiyyətlə, klaviatura mətin tipli informasiyanı kompüterə daxil edən, eyni zamanda idarə etmə funksiyasını daşıyan bir daxil etmə qurğusudur. Həmçinin öz növbəsində çap maşını ilə kalkulyatorun hibrididir. Yəni, biz burada həm müəyyən, belə deyək, simvolları daxil edə bilərik, həm də hesablama işlərini də klaviatura vasitəsilə demək, kompüterə daxil etmə imkanımız vardır. Demək, Windows əməliyyat sisteminin yaranmasından sonra klaviatur üzərində yeni düymələr əlavə edilmişdi. Yəni, bunun sayəsində 104 klavişdən ibarətdir. Klaviatura düymələrini qruplara demək, bölünür. Birinci qrup funksional düymələrdir, funksional klavişlərdir. F1-dən F12-yə, bax, burada da onu göstərmişik. Baxın, bu hissədir. Bu hissə. F1-dən F12-yə qədər. Bu düymələr klaviaturanın yuxarı hissəsində demək, yerləşir. İstifadə olunan əməliyyat sistemlərindən və proqramlardan asılı olaraq bu düymələrin funksiyaları da dəyişir. Burada da bu haqda sizə məlumat olaraq yazmışıq göz yaddaşı üçün. Daha sonra hərf rəqəm klavişi demək, bu orta hissədə yerləşir. Baxın, bu hissədir. Aha. Baxın, bu hissədə yerləşir. Hərf rəqəm klavişləri. Bax, bu hissədir. Bundan başqa, demək, kursorun idarə olunma klavişləri var. Bu klavişlər həm bu oxlarda sağa, sola, aşağı, yuxarı, həm də demək, burada, baxın, bu hissədir. Home and page up, bir də page down. Demək, home kursoru sətrin əvvəlinə keçirir, end kursoru sətrin sonuna keçirir. Page up sənədi bir ekran boyu yuxarı qaldırır, page down isə ekran boyu, sənədi bir ekran boyu aşağı salır. Əlavə məlumat üçün belə deyim ki, bu düymələri kontrolla, yəni kontrol klavişi ilə birgə istifadə etdikdə funksiyaları dəyişir ki, bunlar da proqramlarla bağlı dərslərdə müəyyən məlumatlar bu haqda veriləcək. Daha sonra bax, burada yardımcı rəqəm klavişləri var bu hissədə. Yardımcı rəqəm klavişi. Bir də xidməti klavişlər var. Bunları ayrı-ayrı göstərilibdir belə. Demək, escape, enter, backspace, delete, print screen, scroll, daha sonra caps lock, shift, kontrol düyməsi, Windows düyməsi, alt düyməsi, space bar düyməsi. Bu düymələr də göstərilibdir. Bu düymələrin hansı işlər gördüyünü bir-bir sadalamaq olar. Məsəl üçün, buradan deyək ki, caps lock düyməsi klaviaturanı əlifbanın baş hərfləri daxil edilməsi rejiminə demək keçirir. Yəni, registri dəyişir, belə deyək. Sonra burada baxsaq, enter düyməsi var. Enter düyməsi. Dialog pəncərəsində aktiv düymənin sıxılması üçün istifadə olunur.
Adətən də orada dialoq pəncərəsində aktiv düymə, deyək ki, OK düyməsi olur. Mouse'un sol düyməsi ilə eyni funksiyanı yerinə yetirir. Mətn yığdıqda isə abzasın bitməsi və yeni abzasın başlaması üçün istifadə edilir. Sonra burada baxsaq, Escape düyməsi var. Escape düyməsi. Bu düymədən adətən hər hansı bir əməliyyatı ləğv etmək, onun yerinə yetirilməsini dayandırmaq üçün istifadə oluna bilər. Sonra Backspace düyməsi var burada. Backspace bu düymədir. Backspace düyməsi. Kursordan solda yerləşən simvolları demək silir. Bu düymə vasitəsilə həmçinin qovluq pəncərəsində əvvəl açılmış qovluğa qayıtmaq da mümkündür. Yəni back düyməsi olaraq əvvəl açılmış qovluğa da qayıda bilərsiniz. Sonra burada del düyməsi var. Del. Burada da delete var. Baxın. Eyni funksiyalıdır. Kursordan sağdakı simvolu silir. Sonra bunun üzərində insert var. Burada insert. Simvolların daxil edilməsi rejimlərinin dəyişdirilməsi üçün nəzərdə tutulur. Bu düymə aktiv olduqda mətnin daxil edilməsi zamanı kursordan sağdakı simvollar avtomatik olaraq yeni simvollarla əvəz edilir. Spacebar bu düymə uzun düymə də deyə bilərik, probeldir bir növ. Boş yer daxil etmək üçün istifadə edilir. Üzərində heç bir yazı olmayan düymədir. Sonra numlock var burada. Numlock. Rəqəm klaviaturasının, yəni bu hissəni aktivləşdirir. Print screen var, baxın bu hissədə print screen. Ekranın təsvirini mübadilə buferinə göndərir. Başqa cür desək, ekranın bir növ bir şəklini çəkir. Amma shift print screen desək, yəni shift düyməsi ilə birgə işlətsək, bunu ekranın təsvirini mübadilə buferinə göndərmir. Bu dəfə təsviri çapa vermək üçün istifadə edir. Alt print screen desə isə cari pəncərənin təsvirini mübadilə buferinə köçürür. Sonra burada tab var. Baxın bu hissədə tab düyməsi var. Tab mətn redaktorunda kursorun yerini 8 mövqeyə dəyişdirilməsi üçün istifadə edilir. Windows'da mouse'un köməkliyi olmadan pəncərənin elementlərinə keçid üçün istifadə olunur. Sonra burada Ctrl, Shift, bir də Alt düymələri var. Bu düymələr digər düymələr kombinasiyası ilə birlikdə işlədilir. Bundan başqa Shift düyməsi bir növ belə də yadınızda saxlaya bilərsiniz. Caps Lock-la müqayisədə Caps Lock-un əksi olan işi görür. Yəni Caps Lock əgər hərflərin böyük yazılmasını aktivləşdirirsə, bu zaman Shift basıb saxlasaq, hərflər kiçik yazılacaq. Caps Lock aktiv deyilsə, Shift-i basıb saxlayanda hərflər demək böyük yazılacaq. Demək, növbəti giriş qurğusu sıçan haqqında danışacağıq. Ümumiyyətlə, bu qurğu demək 1960-cı ildən bu tərəfə, yəni belə deyək, 60-cı illərdən bu tərəfə Stanford Elmi Tədqiqat İnstitutunda Douglas Engelbart tərəfindən yaradılmışdır. Ekrandakı kursorun idarə edilməsi hal-hazırda görürsünüz. Mən məsəl üçün pen mouse-dan istifadə edirəm. Ekrandakı görüntüdə, yəni mouse'un görüntüsünü onun vasitəsilə idarə edirəm. Bundan başqa daxil etmə qurğusu kimi istifadə olunur. İlk qrafik interfeysli Macintosh əməliyyat sisteminin yaradılmasından sonra Apple kompüterlərdə Apple kompüterlərində bu mouse geniş istifadə olunmağa başlamışdı. Mouse'un üzərində demək sağ və sol düymələr, deyircək, ortada deyircək vardır. Əvvəlki demək mouse'larda aşağıda bir
yumru fırlanan bu trackball'da olduğu kimi, bax burada olduğu kimi xüsusi hissə var idi. Onun vasitəsilə mouse idarə olunurdu. Yəni görüntü mouse'un göstəricisi ekranda idarə olunurdu. Daha sonra bunun əvəzinə demək şuadan, lazer şuadan istifadə olunmağa başladı. Demək, sol düymə əsas düymə vəzifəsini yerinə yetirir. Əsas düymə kimi enter düyməsi kimi də daxil etmə, əmr vermə funksiyasını yerinə yetirir. Mouse'un ən çox istifadə olunan düyməsi sol düyməsidir. Sağ düymə isə kontekst menunu açmaq üçün istifadə olunur. Ona görə kontekst düyməsi də adlanır sağ düymə. Obyektlər üzərində işləmək üçün demək, biz mouse'dan istifadə edirik. Zəruri hallarda sol düymə ilə sağ düymənin yerini dəyişmək mümkündür. İndi biz burada mouse'un bluetoothlu formasını görürük. Yəni bu bluetooth USB hissəsi taxılır. Mouse'a xüsusi element bateriya taxıldıqdan sonra istifadə olunur. Bunun demək, bluetoothsuz versiyasında naqil olur. Naqil vasitəsilə kompüterə qoşulur. Demək, biz burada SISA'nın müxtəlif formalarını görürük. Bu pen mouse'dur. Bu bluetoothlu mouse'dur. Joystick'dir, trackball'dur, joypad'dir. Burada bunları göstərmişik, yəni müxtəlif formalarını görürük. Skanerlərdə demək, giriş qurğularıdır. 3 cür forması var. Görüntü, ştrik kod, maqnit skanerləri. Demək, vərəq üzərində olan məlumatı köçürürük skaner vasitəsilə kompüterin yaddaşına. Skanerlər xarakterizə olunur iki xüsusiyyəti ilə. Bir düymdəki nöqtələrin sayı ilə, yəni bir düymdəki piksellərin sayı ilə xarakterizə olunur. Buna DPI deyilir, çözünürlük də deyilir. Bir də scan time, yəni darama müddəti ilə. Yəni bir dəqiqədə nə qədər demək, biz məlumat daraya bilirik. Bununla xarakterizə olunur. İki xarakterik cəhəti var. Skaner vasitəsilə biz raster görüntülü faylı mətn faylinə çevirə bilərik. Bu zaman optik tanıma proqramlarından istifadə olunur. Bunlara aid bir dənə burada daha çox müraciət olunan bir proqramın adını sizə göstərmişəm. Demək, görüntü skaneri budur. Biz burada deyək ki, vərəqi yerləşdiririk bu hissəyə. Qapağını örtürük. Skan eləməsi üçün əmr veririk düymədən. Və beləliklə görüntünü köçürə bilərik kompüterə. Bu bağlı olur hər hansı bir kompüterə. Ştrik kod oxuyan skanerlər var. Buna barkod skaner də deyilir. Bir də maqnit skanerlər var. Məsəl üçün, deyək ki, harda rast gəlinir? Terminallardan, deyək ki, bankomatlardan pul çəkən zaman biz kartlarımızı ora saldığımız zaman kartın üzərində xüsusi çip hissə var. Həmin hissəni o maqnit skanerlər özünə yapışdıraraq oxuya bilir. Burada isə göstərilən cihaz optik oxuma cihazıdır. Məsəl üçün, deyək ki, biz daha çox bu optik oxuma cihazına harda rast gəlirik? Cavab kartlarının oxunmasında, cavab kartlarının üzərində olan məlumatları demək, qrafik olaraq oxuduqdan sonra xüsusi proqram vasitəsilə, yəni optik tanıma proqramı vasitəsilə onu mətn məlumatına çevirir, yəni A, B, C, D olaraq yazır. Bunlar isə skanerlərdir. Daha sonra baxsaq, burada əlavə olaraq giriş qurğularına burada başqa nə demək olar? Web kameraları demək olar. Web kameraları. Bu web kameralar demək, video informasiyanı kompüterə daxil edir. Sonra TV tuner var. TV tuner.
TV tunerlər televiziya siqnallarını bilirik ki, bunlar iki cür siqnal olur. Bir PAL, bir də SECAM deyilən siqnal növləri vardır. Bunları qəbul edib kompüterə ötürür. Sonra MIDI klaviatura var. MIDI klaviatura. MIDI adından da göründüyü kimi mahnı ilə səslə bağlıdır. Bunlar kompüterə qoşulur, musiqi aləti kimi istifadə olunur. Yəni musiqi ilə məşğul olan şəxslər notlarla işləyərkən səsləri bu klaviatura vasitəsilə demək daxil eləyir. Çıxış qurğularına baxacağıq. Burada çıxış qurğusu olaraq ilk növbədə danışacağıq monitorlar haqqında. Monitorlar demək burada qeyd olunduğu kimi mətn və qrafik informasiyanı əks etdirmək üçün nəzərdə tutulubdur. Kompüterdə emal olunan mətn, cədvəl və qrafik informasiyanı bizə vizual şəkildə əks etdirə bilir monitorlar. Monitorun buraxılış qabiliyyəti, yəni görüntünün keyfiyyəti video kartın tutumundan asılıdır. Monitorun əsas göstəriciləri ekran diaqnalının ölçüsüdür, yəni ekranın diaqnalıdır. Bir də ekran pikselinin qiyməti, ekranda təsvir olunan piksellərin sayı, təsvirin əks olunmasının maksimal tezliyi, matrisin tipi, müşahidə bucağı və ekranın müdafiət dərəcəsi kimi özəlliklər, göstəricilər daha doğrusu mövcuddur. Ancaq biz burada əsas göstərici kimi abituriyent səviyyəsində iki göstəricini əsas götürürük. Ekranın çözümlüyü, bir də ekranın diaqnalı. Çözümlük deyəndə piksellərlə bu ekran çözümlüyü təyin olunur. Pixel per inch'dir, yəni PPI-dir, vahidi. Bir də ekran diaqnalı var. Ekran diaqnalının ölçüsü düymlə ölçülür. Bir düym 2,54 demək santimdir. Ən çox istifadə olunan ekran ölçüləri, yəni diaqnala görə də ölçülər diaqnallara görə götürülür monitorda. 15, 17, 19, 21 düymlük demək ekranlarda istifadə edirik. Monitorların bir neçə növünü fərqləndirmək olar, yəni daha doğrusu 3 növünü fərqləndirmək olar. Demək, elektron şua borlu olan, CRT yazılan bu elektron şua borlu monitorlar. Açılışı belədir, katod ray tube. Elektron şua borlu. Bunlar köhnə texnologiya əsasında hazırlanmış monitorlardır. İş prinsipi adından da göründüyü kimi daxilində olan elektron şua borusunun ekrana görüntü verməsi hesabına baş verir. Həmin monitorlara misal olaraq bax, bu şəkildə gördüyünüz monitoru göstərmək olar. Hazırda demək olar ki, bu monitorlardan ümumiyyətlə istifadə olunmur. Sonra ikinci tip monitorlar LCD monitorlardır. Burada gördüyünüz LCD monitordur. LCD deyəndə nə başa düşülür? Demək, liquid crystal display nəzərdə tutulur. Yəni, maye kristal display nəzərdə tutulur. Bunun quruluşunu burada sizə mən göstərmişəm. Burada ortada görürsünüz. Bax, bu hissə maye kristal hissədir. Burada demək, bu hissə maye kristal hissə elektrik vasitəsilə qütbləşdirən maye işığı keçir və önünə əlavə edilən bir filtr vasitəsilə gözlə görünə bilməsi mümkün olan bir, demək, bizə görüntü yaradır. Bir də var, demək, abituriyent səviyyəsində bu qeyd olunmur, yəni ikisi göstərilir. Bir elektron boru, bir də maye kristal LCD demək, monitorlar. Amma əlavə olaraq plazma monitorlar da mövcuddur. İki şüşənin arasında burada bir fosfor təbəqə mövcuddur. Həmin fosfor təbəqəsi elektrik verməsi hesabına plazma mayesinə çevrilir və nəticədə ekranda təsvir
görünür. Demək, bu monitorlar LCD-lər kimi yüngüldür, yəni plazmalar. Normal monitorlarda, yəni elektron şüa vurulu monitorlarda gözümüz təqribən 1 saat yorulursa, plazma monitorlarda normal olaraq 4 saat, LCD-lərdə 2.5 saat sonra gözümüz belə deyək, yorulmağa başlayır. Bundan başqa LED monitorlar da var. Yəni emitik diodlarla işləyən monitorlardır bunlar. Bu monitorlarda baxış bucağı 140 dərəcəyə qədər gəlib çıxır, yəni dəyişə bilir. Printerlərə baxacaq. Printer çıxış qurğusudur yenə. Kompüterdəki məlumatı kağız üzərində əks etdirən çıxış qurğusudur. Bu qurğu iş prinsipinə görə iki hissəyə ayrılır. Burada da ayırmışıq iki hissəyə, gördüyünüz kimi zərbli, bir də zərbsiz olaraq. Çap texnologiyalarına görə isə şırnaqlı, bir də lazerli olaraq ayrılır. Matrisli printerlər var burada, yazmışıq. İynələr dəsti görüntünü rəngləyici lent vasitəsilə vərəqə vurur. Demək, qrafik imkanları çox məhduddur. Sürəti 1 saniyədə çap olunan simvolların sayı ilə ölçülür. Bunu xüsusi olaraq sürət məsələsini yadda saxlamaq lazımdır. Təklif olaraq bəzən verilir testlərdə. Demək, zərbli printerlərə aiddir. Çap etmə sürəti gördüyünüz kimi çox aşağıdır. Çap keyfiyyəti də zəifdir. Səs-küylü olduğu üçün hal-hazırda bu printerlərdən demək olar ki, istifadə olunmur. Bundan başqa matrisli printerlər çap sürəti də ardıcıl həm də çaplar üçün kifayət eləmir. Yəni çap sürəti aşağı olduğu üçün. Daha sonra şırnaqlı printerlərdir. Yüksək keyfiyyətli qrafik və ya mətin görüntü yarata bilir. Mürəkkəb püskürtməli çap qurğuları kartridж üzərində yerləşən dəliklərdən alınan məlumata əsasən mürəkkəb püskürdərək istənilən simvolları çap eləyə bilir. Qızdırılan mürəkkəb genişlənərək dəliklərdən bayıra çıxır və istənilən simvolun kağız üzərində çap edilməsini təmin edir. Bundan başqa lazerli printerlər var. Lazerli printerlər iş prinsipi stereokopiya maşınlarının bir növ iş prinsipinə oxşayır. Sürəti dəqiqədə çap etdiyi səhifələrin sayı ilə təyin olunur. Burada tonerdən demək istifadə olunur. Toner vasitəsilə demək məlumat silindr üzərindəki yəni baraban üzərindəki istiliklə birlikdə kağız üzərinə ötürülərək çap əməliyyatı yerinə yetirilir. Sonra printerlərin daha böyük forması olan plotterlər vardı. Plotterdə çap olunan məlumatın, həmin o çapın eni plotterin öz enindən asılıdır. Uzunluğu isə kağız rulonun uzunluğuna asılıdır. Burada biz printerləri göstərmişik. Bu matrisli printerdir, şırnaqlı printerdir, lazer printerdir. Bundan başqa demək literli printerlər var ki, bu literli printerlər demək simvollu printerlər adlanır. Bu printerlər üzərində hərflər, rəqəmlər və digər simvollar dəmir və ya plastik çarxdan istifadə olunaraq quraşdırılmışdır. Həmin çarxlar fırlanır və lazım olan simvol çəkic vasitəsilə zərbə ilə kağız üzərinə simvolun təsviri yapışdırılır, bir növ əlavə edilir. Çap etmə sürəti bunun da çox aşağıdır. Bundan başqa bir də var termik printerlər. Bu printerlər, yəni adından da göründüyü üçün termik sözündən çap istilik hesabına baş verir burada.
Bu printerlərdə daxil olmuş kağızın yalnız çap olunacaq müəyyən hissəsi qızdırılır və kağızın üzərinə xüsusi termohəssas maddə ilə örtülür həmin kağızın üzəri. Bu printerlərdən daha çox harda istifadə olunur? Barkodların, etiketlərin çapı üçün istifadə olunur. Bir digər demək çıxış qurğusu projektordur. Burada göstərmişik bunu. Projektor nə edir? Görüntünü proyeksiya edir. Bir optik cihazdır. Biz demək projektorda görüntünü proyeksiya etmək üçün, yəni çölə ötürmək üçün istifadə edirik. Bundan başqa çıxış qurğusu kimi səs uzaldanlar var ki, audio məlumatı dinləmək üçün istifadə olunan demək çıxış qurğusudur. Həm giriş, həm çıxış işini birlikdə görən, yəni daha doğrusu görə bilən, həm məlumatı çıxışa verən, həm məlumatı qəbul edən, informasiyanı qəbul edən demək qurğular da mövcuddur. Bunlara misal olaraq səs kartını, modemi, şəbəkə kartını göstərmək olar ki, bunlar haqqında da gələn dərsimizdə söhbət eləyəcəyik.